həyat yoldaşını, kişi, yəni öz ərini mütəmadi olaraq həm qolun qırırdı, barmaqların qırırdı. O qədər yəni. O qədər güclü xanım idi. Yəni bu qaydasız döyüşçüdür də. Yəni Aha. dərəcəsi də var. Avropada kifayət qədər nüfuzlu bir İdmançıdır. idmançıdır. Hətta bəli, yəni həyat yoldaşı o qədər incidirdi ki, Bəyi incidirdi bəyi xanım. ərini incidirdi. Yəni həmişə biz görmüşük ki, Zarafat bəylər tərsini xanımları görmüşük. Əslində hər ikisi də qəbul olunmazdı, amma sözsüz. Sonrakılıq ümumiyyətlə heç bir tərəfdən olmaz. Biz onu şiddətlə ümumiyyətlə Qınayırıq, bəli. qınayırıq, olmaz. Nə qadına, nə kişiyə, ümumiyyətlə hər bir insan müstəqildir. Onun konstitusion hüquqları var. Heç kim heç kimə də heç bir formada zorakılıq tətbiq edə bilməz. Bəli. Bu bir neçə müddət xanım ona mesaj yazıb ki, bəs nəsə yazıb, bu da işdə olub, hansı bir Cavab verə bilməyib, hə? cavab verib, biraz 15-20 dəqiqə gec cavab verib, o da gəlib onun işlədiyi yerə, orada başlayıb ondan hansı bir belə deyim də dava etməyə və onun barmaqlarını qırmışdır, bir-iki də İşdəcə. işdə. Xanım gəlib İşin işdə. qabağında belə deyək, işin tamam olmasın. Yəni bununla bağlı belə bir hadisələr də baş verir. Zorakılıq bütün hallarda və cinsindən Qınayırıq. asılı olmayaraq təbii ki, Əlbəttə. qəbul olunmazdı. Eyni şeyi xanımın da etməyə yanlışdı. Bəyin də belə edən bəylər də var, təəssüflər olsun ki. Və sonra nə oldu ümumiyyətlə? O yəqin şəxslər belə davam elədilər yoxsa Bununla necə? bağlı biz xəsarət aldıq. 128-ci Cinayət Məcəlləsinin 128-ci maddəsi var yüngül xəsarətlə bağlı. Düzdür, bunların iki övladı olduğuna görə, həm də ümumi barışıq olduğuna görə biz həmin o cinayət işindən icraatına xitam verilməsinə bağlı tərəf ərizə yazdı. Amma nigahları pozuldu. Nigahları pozuldu və nigah pozulmasına bağlı biz müraciət edəndə də yenə gəldi, bildirdi ki, bəs mənim icazəm olmadan sən niyə məhkəməyə müraciət eləmirsən, mediasiyaya müraciət Xanım bəyə deyir. Xanım bəyə və bunun kirayə yaşadığı evə soxularaq belə deyim, onu orada da bir Döymüşdü. amansızcasına döymüşdü. Ondan sonra biz artıq qərarlaşdırdıq ki, mühafizə orderi mütləq şəkildə lazımdır. Yəni mühafizə orderi məhkəmə tərəfindən və ya yerli icra hakimiyyəti tərəfindən veriləndən sonra həmin ünvanlarda yaşayan şəxslər hörmətli polislərimiz tərəfindən qeydiyyata aparılır. Yəni onlar daha da bilirlər ki, burada problemli ailələr var, burada məsələn qorunan bir şəxs var. Məsələ daha həssas yanaşılır, hə? Bəli, münaqişə ailə kimi qeydiyyata düşürlər. Ondan sonra həmin şəxs bir anlıq hesablayaq ki, mühafizə orderi yoxdur. Nə icra hakimiyyəti tərəfindən, nə məhkəmə tərəfindən. Onda qanunvericilikdən əgər o gəlirsə, narahat edirsə, hansı psixoloji bir zorakılıq təsiri bağışlayırsa, onda o zaman belə deyim də, polis sadəcə profilaktik söhbət eləyir və deyir ki, çıx get. Bölməni tərk elə. Amma mühafizə orderi qüvvədə olduğu zaman bu artıq profilaktik söhbət yox. Birbaşa inzibati həbsdə gözləyə bilər və etdiyi hərəkətə görə cinayət məsuliyyətindən cəlb oluna bilər. Cəlb oluna bilər.